Xanımlar və cənablar, Tanrı sizi bərxudar və bəxtiyar eyləsin. Bərdə şəhərində çox böyük bir skandal baş veribdi və hakimiyyət bunu gizlətməyə, öz mənafeyinə, öz çirkin niyyətinə görə yön verməyə çalışır. Əlbəttə, söhbət əgər nazirlərin, baş prokuror Kamran Əliyevin əli yoxdursa, Daxili İşlər Naziri Vilayət Eyvazovun əli əməyi yoxdursa, rayonun yerli hakimiyyət strukturlarından gedir söhbət. Deməli, eşitdiniz ki, bir qız qazini bıçaqlayıbdır. Bir qız qazini bıçaqlayıb. Mən Facebook'da da paylaşmışam bunu. Hadisə necə olub paylaşdığım kimi yazıram və elə yaxın adamlarının birinin səsini efirə verirəm. Deməli, Bərdə rayonunda Tünzalə Hüseynova, Qazi Ceyhun Zeynalovu bıçaqlaması xəbərini hamımız eşitdik. Yerli hakimiyyət xalqı aldadır. Hadisəni ən yaxın adamlar ilə, o qızların da yaxın adamı, Qazinin də yaxın adamı, istər qohum, istər orada yaşayan adamlarla hadisəni dəqiqləşdirdim. Belə ki, üstəlik də polislərlə dəqiqləşdirdim hadisəni. Bərdə rayonu prokuroru Rəşad İskəndərov və rayonun polis reisi polkovnik Ənvər Həsənovla yeyib içən zaman Hüseynova bacılarından danışıb. Bacıların çox gözəl olması və birinin marketi, birinin bahalı cipi, bir balaca imkanlı olması bunları narahat etdi. Hətta Bərdə rayonunun reisi və prokuroru qızları və əmlaklarını da elə süfrədəcə bölüşdürdülər. Cipi olan qız mənim, marketi olan qız sənin yatağına girəcək və onu sən soyacaqsan, bunu mən soyacam. Əlbəttə ki, əmlakını, sərvətini, pulunu. Deməli, dəyərlənmədənlərim, bunun üçün reisin sukası işverəni Ceyhun adında, Ceyhun Zeynalov adında bir qazi var idi. Qazisi var, reisin sukası. Bilirsiniz də, əvvəllər o 1-ci Qarabağ döyüşlərindən sonra Çəliklilər dəstəsi yarandı da, Çəliklilər. Hansı nazirin, hansı icra başçının bir-birindən problemi olurdusa, sıraz o Çəliklilər dəstəsinə pul verirdi, göndərirdi. Orada yadınızdadır, bir vay şüvən qaraçılıq eləyirdilər ki, gəl görəsən üstəlik çox da əmlaklarını qazilərin adına keçirmişdilər ki, vergi verməsin. Əlbəttə ki, orta ranglı məmurlar. Deməli, dəyərlənmədən polis reisi sukası Ceyhun Zeynalova təlimat verir, əlinə bıçaq verir və deyir ki, get elə oyun çıxar ki, o qızların işi polisə, prokuraturaya düşsün. 1-2 gün qazi Ceyhun Zeynalov dükana gəlir, qızlara sataşır, artıq əks hərəkət eləyir. Qızlar 102 xidmətinə zəng eləyir, polis reisinə, hətta reisin mavinini çağırırlar. Polislər gəlir, deyir ki, qaziyə biz toxunanmarıq, söz deyənmərik, o qazidir. Halbuki qaziləri özgə vaxt sürüyürlər, şəhid analarını qaziləri sürüyürlər. Cəmaatın gözü baxa-baxa döyürlər, özdə 5-10 dənə polis birdən. Neysə, qazinin bir-iki dəfə ilımlı hələ yaxınlaşması bunları qane eləmir. Qazinin işi qızları təxribata çəkərək cinayətə sövq eləmə və işlərinin polisə, prokuratoraya düşməsini təmin etmək idi qazinin işi. Qazi sonuncu dəfə əlində bıçaq gəlir, əxlaqsız hərəkətlər edir, dükana gəlir, əxlaqsız hərəkətlərlə qızlara sataşır. Mənim arxamda reis durub, görürsən, çağırdın reisi 102-yə zəng elədin, heç kim mənə heç nə etmədi, edə də bilməz. Neysə, sizi belləyəcəm, sizi elə kəsəcəm. Tünzalə özünü qorumaq məqsədi ilə bıçağı qazinin əlindən alıb 2 yüngül zərbə indirir. Bax burada dananın quyruğu qopur. Prokuror və reisin arzuları yerinə 2 yaraşıqlı qızın böyük miqdarda pulunu alıb və yatağına soxa biləcəklərdi. Amma və lakin Qabil bunu araşdırıb ortaya çıxardana qədər artıq deyələmə fikir, bir rayonun prokuroru, göstərəcəm şəklini də. Baxın, bir rayonun prokuroru ortadakı reisdir. O da qazidir. O birisi də qıraqda o baxan prokurordur, ortadakı reisdir. Qıza da baxın, qız. İndi baxın, deyilən vətənlərim. Mən bir neçə yerdən məlumat aldım.
bir rayonun prokuroru və rəisi halal zəhmətinlə çalışan, Ağdamdan qaçqın olmuş, gəlmiş Bərdəyə sığınan, halal zəhmətinlə qazanan adamın 2 qızı yatağa soxmaq üçün və əmlakını əlindən almaq üçün tələ qururlar qıza. Tələ qururlar qıza. Və mənə inanmırsınız, elə bunların bir yaxın adamın ağsaqqalını da səsini efirə verək. Gəlin baxaq. Baxaq. Həqiqətən kişi qeyrətli bir qızdır. Oğlan, bəy axşamı xeyr bildim canlı yayımdasan. Bəy o Tünzalə Bərdə haqqında o sənə dönən kifayət qədər məlumatları verdim. Sən də dedin ki, Ağdam uşaqlarının cəmaatına bir müraciət edədin. O da gözəl oldu. Deməli bu işin zadı neymiş? Bu bir neçə dəfə bu şərəfsizlikdə bu Ceyhun Zeynalov bu dükana gəlib qurama işinə. Qurama işinə. Sizə səsimi də ver ora. Mənim səsimi hansı işim tanımır. Qurama işlə gəlib bu dükana bir neçə dəfə. Bu dükkanın yiyəsi, o Tünzalənin bir bacısı var. O biraz imkanlı xanımdır. Həm də belə oğlan xasiyyəti ilə oğlan geyimində yaşayan bir qızdır. Bunun da bir cipi var. Bu cipi də bu Bərdədə bu rəisin prokurorun gözünə girilmiş. Mən o qızı da gördüm. Bugün onunla da görüşdüm. Böyle kişi təbiətli bir qadındır. Deməli bir neçə dəfə bunlar da isə şikayət ediblər ki, bizim bu dükkanımıza örgü edilmişdi. Nədirsə bu Ceyhun Zeynalov gəlir dükkanda narahatçılıq edir. Akazovaysa bu qurama işiymiş. Rəis də buna görməməzlikdən gəlirmiş. Rəisin də bir mavini var. Natiq adında. İsa var. Leşsi yığan İsa, dəri İsa. Onun oğlu da Natiq mavinidir. Buna da müraciət ediblər. Natiqdəki bir eşkəkbaş, yekəbaş bir şərəfsiz qədədir. Buna da müraciət ediblər. Bunlar da deyib ki, biz onun haqqında ölçü götürənməliyik, bu qazidir. O da deyib ki, bu qaziyə harda belə hökm verilib ki, bu belə-belə hərəkətlər eləsin. Lap onu ver, canlı yayımına ver, məndən narahat olma, ver onu. Bu qızın da elə bir ki, bu Tünzalənin də bacısı kişi qeyrətli bir qızdır. Həqiqətən kişi qeyrətli bir qızdır. Oğlan paltarı giyinir, kişi kimi özünə aparır. Ağdamlı bir, Qarabağlı bir xanımdır. Bunlar deməli neçə dəfə şikayət verirlər, bunların şikayətinə baxılmayıb. Amma bu örgəlindən sonra, bu iş hadisələr olandan sonra bütün şöbəni töküblər ora. Burada deməli torba tikilir də. Dəyərli həmvətənlərim. Bildik, bəy. Değerli həmvətənlərim, değerli soydaşlarım, sırazda qaziyə haqq qazan, öz sukaları olan Reizinka kimi, Reizin kimi istifadə elədikləri qazi Ceyhun Zeynalova haqq qazandırmaq üçün hamının tanıdığı o saqqallı Ceyhun var ha, suka. Yadınızda da o dindar var idi. O dindarı da həbs eləmək üçün 200.000 pul söz vermişdi, qaziləri başına yığdı. Dindarı ilişdirmişdi. İndi o dindar burada gəlib öyle onu da verbov eləyiblər, gəlib oturup burada. Və dəyərli həmvətənlərim, dəyərli soydaşlarım. Baxın ha, bir rayonda polis reisindən prokuror birləşir ki, o qızlar çox gözəldir, onu yatağımıza soxmalıyıq. Üstəlik də pullar da var. Təsəvvür edirsinizmi siz nə deməkdir bu? Öz oranın polis reisi dəqiq bilirəm ki, Bəylər Əyyubovun adamıdır. Dəqiq bilirəm. Və öz sukaları, o biri Ceyhunu da göndəriblər qazini haqlı çıxartmaq üçün. Qazinin əlinə bıçaq veriblər. Get, neynisən elə onun işi polisə düşsün, o qızların işi prokuraturaya düşsün. Və salam. Əziz həmvətənəm, yəni Allahın bir yoldan keçən bir anamız, bacımız keçirsə, kimsə ona sataşırsa, kimsə sataşır da, məndən yaxşı oğlanmı tapacaqsan, pulun belə, ora, belə sataşırsa, adam bir dənə 102-yə ya polisə zəng eləsə, o qızı çağırırlar polisə, reis, mavinlər, əməliyyat reisi, nə bilim, təhqiqat, istintaq reisi, bütün şöbə qızın üstündən keçir. Ona görə namus məsələsində polisə müraciət eləməyin. Polis elə bu şərəfsizlərin başında durur. Polis elə bunların başında durur. Ona görə namus məsələsini Əliyev dönəmində özünüz həll eləyin. Özünüz həll eləyin. 16 Ağdamın milli qəhrəmanı. Ey Ağdamlılar, bax sizin qızınızdır. Reis ikisini də yatağına soxmaq üçün prokurorla bu hərəkət eləyibdir. Milli qəhrəman, tədbir görün. Türməyə düşsəniz də mən gəlib sizi çıxardacağım. Tədbir görün. Bu da prezident deyil, kartejlə gəlsin. Nazir deyil ki, 50 qoruma ilə gəlsin. Tədbir görün. Ağdamın, Bərdənin mərd oğlanları. Sağ olun, salamat qalın.